Demek bugün size mən ətraflı işlətdiyim bir kosmetikalar, parfümeriyalar haqqında yenə danışmaq istəyərdim. Qeyd etdiyim kimi Mary Kay firmasının bu günləri üz kremləri haqqında sizə müəyyən məlumatları çatdırmaq istəyirəm. Gördüyünüz bu günü demək bu krem demək üzün əsas dekorativ kremlər kimi adlanır. Yəni üzdə olan demək ləkələri və əlavə xətləri örtmək üçündür. Həm də onu qeyd etmək istəyərdim ki, bu kremdə göstərmək istəyirəm demək. Demək ki, bu kipriklər üçün tuşdur, qara rəngdədir, həddindən artıq demək görkəm verir kipriklərə və demək göz yaşardıqda və yaxud da ki yuduqda 24 saat öz qüvvəsini saxlamaqdadır. Heç bir rəngi getmir. Gözədəki heç bir ziyanı demək olar ki yoxdur. Yəni bütün bunlar hamısı nəzərə alınmışdır. Və qeyd etdiyim kimi demək kremləridir. Demək gördüyümüz kimi bu kremlərdə iki cür xəttlər olur. Göy və bir də ki gördüyümüz bu açıq demək qırmızı rəngdə. Bu onu göstərir ki, bu nəm və quru və yağlı dərilər üçün nəzərdə tutulub. Demək, müəyyən bir hissəsi göstərdiyimiz bu krem yağlı dərilər üçündür, göy rəng isə quru dərilər üçün istifadə olunur. Və bir də ki, demək, bu pudra göstərdiyim kimi toz şəklindədir və yayda bunu daha çox istifadə etmək məsləhətdir. Eyni zamanda qeyd etmək istəyərdim ki, demək, bu kremləri ki, üzə sürtdükdə bu üz kremləri ağardıcı üz kremləridir və bu üz kremləri yayda da sürtmək üçün nəzərdə tutulur. Yay və qış mövsümü üçün. Eyni zamanda demək, bu göstərdiyim bu tozlardan da pudra toz şəklindədir. İstifadə edilir. Çox gözəl təravətli duxu iyi gəlir demək buradan. Hamısı demək bioloji bitkilərdən hazırlanmışdır. Və bir də ki demək qeyd etdiyim kimi artıq bahar ayıdır, aprel ayıdır və bu üz maskalarından, üzə çəkilən kremlərdən istifadə olunmalıdır. Demək, bu yol üçün hazırlığı tədarük yol üçün nəzərdə tutulub. Yəni yola hər hansı bir səfərə çıxdıqda bu balaca kremləri özümüzdən götürmək daha da məsləhətdir. Qeyd etmək istəyərdim ki, bunun 7 milliqramı az olmağına baxmayaraq, demək, bunun çoxlu, böyük miqdarda olan kremləri də var. Demək, biri yuyucu, biri isə onun nəmləndiricisidir. Eyni zamanda demək 4 növdədir. Bunlar biraz yaxından göstərdim. Hamısı demək təbii bitkilərdən hazırlanmışdır. Onu da qeyd etmək istəyərdim ki, demək bu kremi, əsasən mən bugün bu kremlə danışmaq istəyirəm, ağarıcı kremlə. Bu kremi sonra artıq yay gəlir. Yayda demək gilə meyvələr daha çox olur. Təbii gilə meyvələrdən ev şəraitində sifətə, əllərə, dəriyə qulluq haqqında, saçlara maskanın olunması haqqında sizə ətraflı çəkib göstərəcək. Kanalımıza baxın, abunə olun, üzv yazılın, bizdən ayrılmayın. Siz də bizə yazın, göndərin. Təklif və rəylərinizi sizinlə bölüşməyə hazırıq. Sizdən daha doğrusu öyrənməyə daha çox hazırıq. Yəni ki, bunu kommentariyalarda göstərin ki, yəni biz də daha da videonun çəkilişinə daha da yaxşı, müsbət tərəfdə inkişafına yol göstərin, daha doğrusu daha da çalışaq. Bizim kanala baxın, ayrılmayın.